Salam, hər vaxtınız xeyir əziz və dəyərli tamaşaçılar. Hər birinizi sağlam səhət verilişində yenidən xoş gördük. Bugün biz uşaqlarda rast gəlinən nadir xəstəliklər haqqında söhbət aparacaq və suallarımızı uzman pediatr Erkin Rəhimov cavablandıracaq. Xoş gəlibsiniz, doktor. Xoş gördük. Sizi görməyə çox şadam, çünki əminəm ki, siz qonaqsınızsa çox maraqlı bir söhbət məni və izləyicilərimizi gözləyir. Doktor, pediatriyada nadir hansı xəstəliklər var və nəyə görə məhz nadir deyilir? Bu, rast gəlinmə tezliyinə görədirmi? Bəli, birincisi nadir xəstəlik termini nədir? Onun haqqında bir qısaca məlumat verim. Düzdür, bununla əlaqəli olaq bütün dünyada bir konsensus yoxdur. Yəni, hər ölkə biraz fərqli davranır. Amma ümumi qaydalar var. Məsələn, Amerika olsun, Birləşmiş Ştatları və ya Avropa olsun. Məsələn, onların bəlli bir qaydası var. Əgər bir xəstəlik 2000-də birdən daha nadir görsənirsə, həmin cəmiyyətdə, o xəstəlik nadir xəstəlik adlandırılır. Amma bu hər yerdə belə deyil. Məsələn, Rusiya Federasiyası olsun və ya misal üçün deyirəm, Yaponiya olsun. Orada biraz başqa kriteriyalar. Yəni, elə ölkə var ki, məsələn, 10.000-də birdən qəbul edilir, daha nadir. Eləsi var ki, total rəqəmə baxır. Məsələn, deyir ki, 50.000-də, məsələn, Yaponiya, 50.000-dən daha az görsənirsə bu xəstəlik, biz bunu nadir sayırıq. Niyə görə bu çox vacibdir və niyə bu qədər önəmsənilir, deyilir. Bunun bir çox faktorları var. Birincisi, onu demək istəyirəm ki, bu nadir xəstəliklərdən hardasa 70 ya da 80%-i irsi genetik xəstəliklər olur. Çox vaxt nadir xəstəlik deyildiyi zaman sadəcə genetik xəstəliklər düşünülür. Elə deyil. Yəni, hardasa geri qalan 20%-i irsi olmayan xəstəliklərdir ki, bunlarda nadir xərçəng xəstəlikləri var, nadir infeksiyon xəstəlikləri var. Onlar da nadir xəstəliyin içinə girir. Amma belə deyək, sadələşdirmək adına və daha yaxşı anlaşılmaq adına daha çox nadir xəstəlik deyildiyi zaman daha çox irsi xəstəliklər nəzərdə tutulur. Bunları birləşdirən nədir? Əslində bu xəstəliklər bayaq dedim ki, 2000-də bir, elə xəstəlik var ki, milyonda bir, elə xəstəlik var ki, 10 milyonda bir, yəni çox-çox nadir və ya İngiliscə ultra rare, yəni çox nadir xəstəliklər var. Və düşündüyün zaman bu qədər az görsənən bir xəstəlik, məsələn 10 milyonda bir, Azərbaycan nüfusu 10 milyonda, olsa Azərbaycanda bir xəstəlik var kimi düşünülə bilər və ya eyni şəkildə 5000-də bir belə olsa. Amma bu xəstəliklərin total sayısı hər gün artır. Yəni, ancaq və ancaq bugün üçün mən sizə ən son məlumatları paylaşa bilərəm. Hardasa 7-8 minə yaxın nadir xəstəlik var. Yəni, düşünün, bəli, təklikdə onlar nadirdir. Amma düşünsək ki, hər hansı bir insanda bu 7000-dən hər hansı bir xəstəliyin olma ehtimalı əslində o qədər də aşağı deyil. Və indiki ən son statistikaya görə düşünülür ki, bütün dünya nüfusunun hardasa 5-7%-i, bu az bir rəqəm deyil, 6 milyard olduğu nəzərdə tutsaq, bu 300-400 milyon insan nadir xəstəlikdən əziyyət çəkir. Üzr istəyirəm, bu rəqəm, misal üçün, bizim ölkəyə də aiddirmi? Bəli, bəli. Bu rəqəmlər, mən indi deyəcəm, niyə bu mövzu son vaxtlarda çox trend bir mövzudur, çox müzakirə edilir? Çünki problem nədədir bu nadir xəstəliklər və niyə bunu ayrı qrup kimi biz dəyərləndiririk? Çünki nadir olduqları üçün çox ciddi problemlərlə üzləşir ailələr. Nədir bu problemlər? Bir, nadir olduğu üçün tanınmır. Yəni, cəmiyyət bu xəstəliyi bilmir. Və ailədə hər hansı bir fərdinə bu diaqnoz qoyulduğu zaman çox çarəsiz olur. Yəni, ətrafında normalda, məsələn, qrip olan, məsləhətləşə biləcəyi heç kəsi tapa bilmir. 2, diaqnozları gecikilir. Elmi tədqiqatlar göstərilir ki, ortalama 5-7 il diaqnoz geciktirilir. Nədir bu? Yəni, həkimlərdə də bu xəstəliklər haqqında açıqcası maariflənmə çox yüksək səviyyədə deyil. Və ona görə nə olur? Bir xəstə gedir, məsələn, uşağını aparır bir həkimin yanına. O baxır, qəribə bir şey görür, amma tam diaqnoz qoya bilmir. Amma bilmədiyi üçün də bir şey demir, ailəyə deyir ki, mən bu analizləri verin, onu elin. Və ailə həkim gəzir. Ta ki, məsələn, böyüyüb, artıq fəsadlar əmələ gəlib ki, bunlar çox vaxt ağır fəsadlı xəstəliklərdir. Vaxtında diaqnoz qoyulmasa, çox ağır nəticələnən xəstəliklərdir və tərsinə erkən diaqnoz qoyulduğu zaman müasir tipdə bir çoxunun çox gözəl müalicəsi var. Doktor, bir sualı mütləq sizə vermək istəyirəm. 7-8 ilə diaqnoz gecikir və 5-7 il ortalama. 5-7 il. Misal üçün 7 ilə deyək ki, diaqnoz gecikibdir. 7 il ərzində sadəcə həkim mi gəzirlər, yoxsa 7 il ərzində tamam fərqli xəstəliklərə görə müalicə mi alır uşaqlar? Bu tamamilə xəstəlikdən xəstəliyə dəyişir. Elə xəstəlik var ki, heç 7 ili olmur. Yəni,
neonatal dönəmdə, yəni yeni doğmuş dönəmdə özünü biruzə verir, diaqnoz qoyub müalicə verməsəniz ya əlillik olur, ya ölürlər. Belələri də var. Amma elə bir nadir xəstəliklər var ki, və bizim xalq düşünür ki, genetik və irsi xəstəlik olanda illaki doğumdan olmalıdır. Belə bir şey yoxdur. Bu bir mifdir. Elə xəstəliklər var ki, 40 yaşından sonra ortaya çıxır. Amma əslində irsi xəstəlikdir. Yəni bu xəstəlik irsidir. 40 yaşında üzə çıxır doktor? Bu da çox gözəl bir sualdır. Çünki çeşid-çeşid xəstəliklər var. Hər genetik xəstəlikdə patogenez fərqlidir. Elə bir xəstəliklər var ki, onlarda məsələ enerji çatışmamazlığı yaranır və doğulur-doğulmaz bu problem olur. Amma elə xəstəliklər var ki, məsələn, birikim xəstəliyidir. Nə deməkdir? Bədəndə hər hansı bir metabolizma düzgün getmir, proses getmir və bunun nəticəsində bədən üçün az toksiki olan, ya da demək olar ki, heç toksiki olmayan bir maddə birikməyə başlayır. Və onun əlamətlərini ortaya çıxması, büruzə verməsi və xəstəyə zərər verməsi, belə deyək, illər alır bunu. Yəni, uşaq məsələn, yeni doğmuş dövrdə tamamilə normal ola bilər, hətta 5-li, 10-lu yaşlara qədər normal ola bilər. Bir baxırsan, 10-lu yaşlarından sonra əlamətlər ortaya çıxır. Və hətta elələri var ki, 40-lı yaşlardan sonra çıxır. Yəni, nadir xəstəlik dediyimiz zaman və ya irsi nadir xəstəlik dediyimiz zaman illaki doğuşdan başlayan bir xəstəlik deyildir. Bu yanlış bilinən bir şeydir. Ümumiyyətlə, genetik xəstəliklərlə əlaqəli olaraq bizim xalqımızda məncə maarifləndirmə eksikliyi var. Bir çox şey var. Məsələn, bizdə genetik xəstəlik deyildimi, bir çox vaxt ailə və bəzən də həkimlər xromosom anomaliyaları, məsələn, Down sindromu kimi xəstəlikləri düşünür. Amma əslində tək bunlar deyil. Genetik xəstəlik dediyimiz bir tək genində bir mutasiya, o da genetik xəstəlikdir və ölümcül qədər ağır ola bilər. Məsələn, Down xəstəliyi ölümcül olmaya bilər, insanlar böyük yaşa qədər yaşaya bilər. Amma təkcə bir dənə bir gendə, amma o bədən üçün çox vacib bir funksiyanı yerinə yetirirsə və o funksiya yoxdursa bədəndə irsən, doğulur-doğulmaz bu uşaqlar ölə bilirlər. Yəni, demək istədiyim odur ki, bu nadir xəstəlikləri mən başladım saymağa, amma başqa problemləri daha var. Nələrdir? Burada bir sual da verim, xahiş edirəm. O qədər maraqlı izah edirsiniz ki, bəs bu nadir xəstəlikləri uşaq ana bətnindəykən təyin etmək mümkündürmü? Bəli, və burada bu problemlərə mən, yəni o sizin sualınıza cavab verəcəm. Diaqnostika qisminə keçəndən sonra icazənizlə təbii olaraq var, əgər bilinirsə. Yəni, məsələn, birinci uşaqda bu xəstəlik varsa və biz dəqiq biliriksə, artıq diaqnozlu bir uşaq varsa, biz hətta işi o nöqtəyə qədər buraxmaq istəmirik ki, qadın hamilə qalsın. Biz ondan o misal amniosentezlə bir qan analizi alaq və ya o parça alaq və oradan baxıb oradakı genetik analizdə görə xəstəlik varsa terminasiya dediyimiz abort edib və ya davam etdirmək. Bu belə gecikmək sayılır, doktor? Bu belə doktor. çox gecikmək. Çünki bu ana üçün travma yaşadılar. Çünki bilirsiniz, bu statistika belə bir elmdir ki, biz normalda deyə bilərik ki, məsələn, irsi xəstəliklərin əgər resessiv zəif genlə keçirlərsə, uşaqda görülmə ehtimalı 25%, yəni 4də 1-dir əslində. Amma ola bilər ki, 4 uşaq dünyaya gəlsin və 4-ündə də olsun bu xəstəlik. Və ya ola bilər ki, 10 uşaq bu ailədə olsun və heç birində bu xəstəlik olmaz. Statistika belə bir elmdir. Amma yenə də burada yanlışımız var bizim cəmiyyət olaraq. 25% həkim dediyi zaman deyirlər ki, 1-ci, 2-ci, 3-cü, 4-cü uşaqda olacaqdır. Hər uşaqda ola bilər və mənim praktikamda baxın, 8 uşaqda olub, 8-ində də ölümcül uşaq və ya 5 uşaqda olub, 5-ində də olan ailələr var. Bəs bunun bir çıxış yolu yoxdurmu, doktor? Var, mən də onu izah eləməyə. Var. Əslində, bir uşağa diaqnoz qoyulsa və dəqiq genetik testlə sübuta etilsə ki, bu xəstəlik var, artıq nə olunur? Bunlarda süni mayalanma tövsiyə edilir və preimplantasiyya genetikası məsləhət edilir. Nədir bu? Yəni, embrionlar seçilir, genetik analizi baxılır və sağlam embrionlar köçürülür. Yəni, xəstəlik daşımayan embrionlar köçürülür və biz artıq o ailəyə dəqiq deyə bilərik ki, bu xəstəlik sizdə yoxdur. 100% sağlam uşaqda olur, doktor. 100% sağlam deyə bilmərik, o xəstəlik daşımayan. Çünki 100% sağlam demək olmur. Mən dedim, 7000, 8000 xəstəlik. Ən azı daşıyıcı olacaq da, xəstəsi olmayacaq. Yox, o başqa mənada. Bu xəstəlik olmayacaq, amma başqa xəstəlik ola bilər. Niyə görə? Çünki xəstəlik sayısı çoxdur. Amma o xəstəliklə bağlı 100% uşaq sağlam olacaqdır. O xəstəlik dəqiq olmur və ona görə bu məsləhət edilir. Düzdür, bəlli bir ailələr başqa yolu seçir, hamilə qalır, analiz aparır,
işte 12-ci həftədə terminasiya dediyimiz durdurma eləyirlər, amma bu düşünün ananın psixologiyası Eynən, nə qədər. doktor, Çünki yəni. düşünün 3 dəfə hamilə qala bilər. 3-ündə baxılıb 3-ündə də bu xəstəlik çıxsa Və ana üçündə də balasını itirmiş kimi olur. Bəli. Ona görə o tövsiyə dünyada artıq o praktiki tövsiyə olunmur, amma təəssüflər olsun ki, bizim ölkədə bu Necə praktikanı biz mərhəmətlisiniz, görürük. doktor? Çünki ananın sağlamlığı da baxımından bu çox pisdir, həm psixologiyası baxımından da çox pisdir. İndi gəlin mən bu başqa problemləri deyim. Yəni ən vacib diaqnostika çox bahalı olur çox vaxt. Yəni məsələ tutaq ki, genetik testlər. Bunlar hər zaman hər ailə əlçatan deyil və biz bilirik ki, harda daha çox genetik xəstəliklər görsənir? Qohum evliliyi olan ailələrdə. Və daha çox gördüyümüz qohum evliliyi olan insanlar daha çox sosio-ekonomik baxımından nisbətən daha aşağı təbəqə olan insanlarda daha sıx rastlanılır. Və o insanların da o diaqnozu qoymaq üçün çox vaxt belə deyim, maddi imkanları olmur bu analizləri aparmağa. Bu da böyük bir problemdir. Tutaq ki, diaqnoz qoyuldu. Bir çoxunun müalicəsi yoxdur və ya sadəcə simptomatik müalicəsi var və bir növ çarəsizlik olur. O insan ona yetim xəstəliklər deyilir. Yəni nadir xəstəlik, başqa da orfan, yəni yetim mənasına gəlir. Nə mənada? Çünki onlara sahiblənən yox idi bu yaxın vaxtlara qədər. Yiyəsiz xəstəliklərdir. Çünki həkimlər də açıq deyim, bu cür xəstələrlə məşğul olmaq istəmir. Niyə görə? Çünki xroniki bir xəstədir, bir çox problemləri var və açığı burnu axan, məsələn, bir pediatrik baxımdan deyim də, burnu axan ya da dərman yazım evə gedib sağaldacaq uşağa baxmaq, ayırdığın vaxt, emosional sərf etdiyiniz enerji daha azdır. Bu cür uşaqlara bir növ bağlanırsa emosional olarak. Ona görə təəssüflər olsun ki, biraz həkimlər və tibbi personal tərəfindən də bunlar yetim dediyimiz, yəni biraz arzu olunmaz bir qrupa girir. O da bir problemdir onlar üçün. Bir də sonra müalicələr. Bir ailə düşünün, uşağı doğulur, bilir ki, müasir tibbdə onun müalicəsi var. Məsələ, misal üçün, SMA dediyimiz bir xəstəlik, bəlkə sizin də eşitdiyiniz bir xəstəlik. Amma çox bahalıdır müalicəsi. Ata və ana bilir ki, onun müalicəsi var. Demək olar ki, böyük ehtimalla çox fayda verən bir müalicədir və bilir ki, ona verilsə sağalacaq uşağı, amma pul yoxdur. Və bu böyük bir çarəsizlikdir. Allah heç kimə göstərməsin. Bu rəqəmlər o qədər böyük rəqəmlərdir ki, yəni hətta sosioekonomik yaxşı vəziyyətdə olan, belə deyək də, Azərbaycanın səviyyəsinə görə insanlar belə bunu heç bir şəkildə əldə edə bilmirlər. Bu o qədər ağır bir yükdür ki, doktor. Çox üzr istəyirəm. Biri var, valideyn düşünür ki, əlimdən gələn hər şey etdim, mümkün hər şey etdim, amma həyatını xilas eləmədim. Biri də var ki, hardasa bir yerdə dərmanı var, mən onu uşağım üçün alamıram. Bu ömürlük bir həm də vicdan yüküdür. Və düşünün, mən sizə belə deyim, daha da bu bəlkə dramatizə etmək kimi olur, amma bunu demək məcburiyyətindəyim. Bəzən elə olur ki, məsələn, bir yetişkin bir insan ev alır özünə, məsələn, maksimum 2 ev deyək də, məsələn, bağı var, maşını var, bir şey var. Hamısını satsa belə o dərmanı ala bilmir. Yəni, o qədər bahalı, əlçatan olmayan dərmanlar var. Və dünyada artıq trend ona doğru gedir ki, artıq bir çox genetik xəstəliyin müalicəsi var. Və get-gedə də çıxır. Sadəcə qiymətlər çox bahalıdır. Qiymətlər aşağı düşə bilərmi, doktor? Nə vaxtsa bunları görəsən? aşağı düşməsi üçün burada ikinci bir problem. Normalda bütün başqa xəstəliklərdə mən sizə o qədər çox problem saya bilərəm ki, firmalar hansı ki bu dərmanı istehsal eləyir, normalda məsələ ürək xəstəsi, onun üçün bir dərman istəyir. Bilir ki, dünyada, misal üçün deyirəm, 1 milyard insan ürək problemi yaşayır ya da 500 milyon nəfər. Bilir ki, onu sonra bazarlayıb sata biləcək bunu. Amma düşünün ki, cəmi dünyada toplam bütün uşaqların sayı 130-dur. Bütün dünyadakı məsələn bu xəstəlik sayısı. Və firma onu sata bilməyəcək. Ona görə onlar o dərmanı gəlişdirmək, onu belə deyək də son hala gətirmək üçün çox pul xərcləyirlər. Həm istehsalına, həm bunu o xəstəliyi tapmağa dünyada, o tətbiq eləməyə, bilirsiniz də klinik sınaqlar olmalıdır. Faz 1, faz 2, faz 3. Onları keçir. O qədər çox maddi vəsait xərcləyir ki, firma məcbur olur ki, onu çox bahalı. Əgər ki, o xəstəlikdən, misal üçün, 10.000 nəfər olmuş olsaydı, o zaman bəlkə maliyyətlər düşərdi. Amma düşürə bilmir, çünki ona çox pul xərcləyir. Ona görə firmalar çoxu heç bu işə əl atmaq istəmir. Bu da ayrı bir problemdir. Normalda başqa bir xəstəlik, çox olan xəstə firma bilir ki, ticari məqsədi var, sonra oradan qazanc əldə edəcək. Amma burada firmanın bir marağı yoxdur. Çünki deyir ki, cəmi 20 uşaq var dünyada. Məsələ xəstəliklər var. Yəni 1000 uşaq var. Bunun üçün dəyərmi bu dərmanı istehsal edib ki, bilirsiniz, illər alır. İllər alır. Müasir bir tipdə bir dərmanın istehsalının maliyyəti milyard dollarlarla, yəni həqiqi mənada doğru aparılarsa,
Bu çox böyük bir vəsaitdir və firma bunu yatırmaq istəmir. Ona görə bir çoxunun dərmanı yoxdur. Bu ayrı bir problemdir. Yəni mən hər tərəfdən bu məsələni göstərmək istəyirəm. Dövlətlər üçün böyük bir yükdür. Niyə görə böyük bir yükdür? Məsələn, bir çox dövlət ona pul vəsait ayıra bilmir. Niyə görə? Çünki deyir ki, misal bir xəstəliyin müalicəsinə 2 milyon dollar verəcəyimə, mən bu 2 milyon dolları ən az məsələn 1000 nəfər başqa xəstəlikdən əziyyət çəkən uşağın həyatını xilas edə bilərəm. Hətta bıraq həyatını xilas, sosial rifahına kömək edə bilərəm. Məsələn, dövlətlər üçün də bu böyük bir problemdir. Onun bu yəni insan düşünür ki, niyə dövlət ödəmir? Amma o dövlət üçün də böyük bir problemdir. Ona görə xüsusi fondlar var. Məsələn, Rusiyada belə bir fond var. Xeyriyyə fondları. Xeyriyyə fondları var. Və mən sizə belə deyim, yəni mən prosta bu bəlkə sizə şey gəlir, amma mənim üçün çox ağırlı bir yerimdir. Mən illərdir bu işin içindən bir neçə bu cür xəstəliyin cəmiyyətini qurmuş təsisçisi və işte ilk adımları atan ölkədə insanlardan biri olduğumuz üçün, məsələn, kistoz fibroz cəmiyyəti qurmuş vaxtda mən həm təsisçiyəm, sonra digər buna bənzər cəmiyyətlər qurduq, yardımcı olduq onlara. Problem nədədir? Yəni orada ən ana, bu insanlar o qədər çarəsiz qalır ki, tək başına həll eləmək olmur. Deyirsən ki, məsələn, ağız açırsan hər hansı bir iş adamına ya da birinə, o da öz növbəsində düşünür ki, gəl mən məsələn ürək əməliyyatına pul verim, bir dəfəlik bir şeydir, ödəmə edim, əməliyyat edim. Çünki bilir ki, öhdəsini alsa o uşağı, o dərmanlar ömür billah verilməlidir bir çoxunda. Və o maliyyəti heç kim qarantiya edə bilmir. Ona görə heç bir qurum əslində, hətta belə deyək də, ticari bir qurum belə olsa, biznes şeyi, çox istəmir buna. Çünki bir uşağa elə bil öhdəsini aldınsa, bu dərmanını kesə bilməzsən. Ona görə ona da linç olunar cəmiyyət tərəfindən. Bu da ayrı bir problemdir. Ona görə biz nə etdik? Mən Səhiyyə Naziri mütəxəssis ekspert olaraq biz və Azərbaycan Pediatrinin sədri olduğumuz zaman biz bu məsələni dəfələrlə qaldırdıq və nihayətində 2024-cü ildə bizim ölkədə nadir xəstəliklər üzrə işçi qrupu quruldu Səhiyyə Nazirliyinin nəzdində. Mən də o qrupun biriyəm və biz indi onun üstünə işləyirik ki, biz bu dərmanları, bu bahalı analizləri, bu diaqnostika problemləri bizim xalqımıza, bizim övladlarımıza əl çatan eləyək. Və bunun üçün də çox işlər görülüb də bugünə qədər. Məsələn, elə cənab Teymur Musayevin təşəbbüsü ilə, vaxtı ilə, məsələn, kistoz fibroz xəstələrin belə deyək də çox əziyyət çəkirlər. İlkin o əsas müalicə, həyata tutuna bilməsi dərmanlar var. Onlar dövlət hesabına. Artıq dövlət hesabınadır, doktor. doktor. Artıq neçə ildir dövlət hesabınadır. Yəni belə deyək, hər qurum çalışır bir şeylər eləsin, amma həqiqətən bu problem çox böyük bir problemdir. Mən bəlkə suallarınız olar deyə daha da uzatmaq istəmirəm. Çünki diaqnostikadan tutmuş, o ailələrin çarəsizlikdən tutmuş, hətta bunu da vurğulayım. Məsələn, bir ailədə 2 uşaq ola bilər, biri xəstə, biri sağlam. Və düşünün, ailənin bütün maddi resursları, bütün enerjisi, o xəstə, o birisi uşaq, sapa-sağlam, normal, öz potensialına gəlib böyüdüyü zaman çata bilmir. Çünki məktəbdən geri qalır, valideyn ona yetəri qədər vaxt ayıra bilmir. Yox, vaxt ayıra bilmir, məşğul olmur, travma yaşayır o maddi olaraq da tam bacarmırlar doktor. Təbii olaraq. Və bu da bir ayrı. Yəni o qədər böyük bir problemdir və cəmiyyətdə bir düşünün özünüz, bizdə biraz əlil olan insanlara qarşı düzdür. Son vaxtlar çox dəyişib, amma mən hatırlayıram uşaqlığımı, mən o əlil insanları bir şey olanda təzə pir o aşura vaxtı, yəni bilməm nə, ancaq küçələrə o var. Normalda biz küçədə çox əlil insan görmürük. Niyə? Çünki qorxular var, tabular var cəmiyyət və biz bunu aşmalıyıq. Qınaqdan, barmaqla göstərilməkdən qorxurdular. Bir çox, məsələn, mənim şəxsən Azərbaycanda ən çox təsirləndiyim və bu işin içinə əl atmağımı altına yatan dəfələrlə danışdığım bir şeydir. Burada qısaca deyim. Məsələn, diaqnoz qoyduğum bir xəstədə ailə imtina elədi sonra və uşaq öldü. İmtina etməsinin səbəbi də soruşturdular bu ağır genç xəstəliyi olduğunu. O hansı xəstəlik idi ki, doktor? Kistoz fibroz xəstəliyi idi. Məsələn, mən hatırlayıram, mən Türkiyədən qayıtdığım zaman başqa xəstəxanada yatan bir xəstəyə bir növ mənə konsultasiya gətirdilər. Mən baxdıqdan sonra, analiz etdikdən sonra kistoz fibrozdan şübhələndim və test aldıq və təsdiqləndi kistoz. Sizə qədər bilmirdilər xəstəliyin diaqnozunu? Bilinmirdi, o ola bilər. Yəni mən belə deyək də, indi belə alındı ki, bu cür diaqnoz qoyulmayan uşaqlar ölkədə harda varsa bir şəkildə adımızda eşidib bununla məşğul olduğumuzu bildiyi üçün gəlirlər. Mən onları əlimdən gəlin əldən tutmağa çalışıram, amma kimisə qınamırsan, çünki
təhsilimiz sırasında da biz onları çox yaxşı öyrənmirik. Yəni nadir xəstəliklər sadəcə bizim ölkə üçün, hər yer üçün çətin problemdir. Yəni çox ciddi ekspertiza lazımdır. Yəni şübhə lazımdır. Yəni doğru bir analiz. həkimin uzun illik təcrübəsində 1-2 belə xəstə ola ya olmaya doktor. Bəzən heç olmur. Məsələn, mənim şansım gətirdi. Mən təhsil aldığım Türkiyədə universitetdə məsələn bütün Türkiyədə cəmi 20 xəstə olan xəstədən 3 xəstə mənim servisdə yatırdı və mən onlara baxırdım. Yəni demək istəyirəm şansım oldu bu cür xəstələri görmə şansı oldu. Bu hər kəsdə olmur. Məsələn başqa bir universitetdə bu bölümün olmadığı bir universitetdə təhsil almış olan bir həkim bunu eşidir, kitabdan oxuyur amma canlı bəlkə də görmür. Yəni belə real bir təcrübəsi olmur. Bəli, o da olmur və ona görə də məsələn o uşaq mən çox sevindim həkim olaraq mən diaqnoz qoydum bu xəstəyə və ona bir analiz yetərlidir diaqnoz üçün. Bəzilərində bəli. O hansı analizdir ki, doktor? Ya yoxdur, keşke olsa işte. Bax ona görə o qədər sadə deyil bu iş. Kənardan düşünülür ki, bir analiz Allah deyil. Orada genetik testlər var. Hər xəstəliyin, o 7000 dediyim xəstənin hərəsinin ayrı bir diaqnostikası var. Amma ümumən desək, bir çoxunu diaqnoz qoymaq olurmu? Olur. Yəni doğru yolu bildikdən sonra, doğru genetik testi apardıqdan sonra onu aparıb diaqnozu qoymaq olar. Və dediyim kimi mən o işdə nədən təsirləndim? Mən sevindim ki, diaqnoz qoydum, amma sonra üzüldüm ki, ailə kimə soruşdu? Heç kim bilmir xəstəliyi və dedilər ki, bu ağır, ölümcül xəstə və uşaq öldü. Neçə yaş vardı? Yeni doğmuş balaca 2-3 aylıq uşaq idi, yəni çox körpə bir bala idi və o məni çox sarsdı. Ondan sonra işte kistos fibroz bir ailə Səadət xanım var, adını burada anım, öz uşağımı proqramımızda da qonaq olub. Bəli, o ilə bərabər və bir neçə həkim ailə birləşib cəmiyyət qurduq. 2017-ci ildən etibarən çoxluca fəaliyyətimiz oldu. Bu yaxında kitab yazdıq, yəni kistos həkimləri tədris edən kitab. Yəni o qədər çox bununla əlaqəli işlər görüldü ki, yəni demək istədim, ana mesaj oldu ki, bu çox əziyyətli bir işdir, çox çətin işdir və o ailələr çox çarəsizdir və bizim cəmiyyət olaraq bir bəlkə jurnalistlərə sizə çox rol düşür bunu işıqlandırmaq, onun üçün fürsətdən istifadə edib sizə təşəkkürümü bildirirəm bu mövzunu seçdiyiniz üçün. Bu bir. İkincisi, birazcık bəlkə məktəblərdə müəllimlərin işte bu insanlar normal insanlardır, sizin kimi insanlardır, fərqlidirlər, amma normaldılar. Yəni bunlara anormalmış kimi davranmaq bəzən olmaz. Hələ bəzi xəstəliklər var ki, demək olar ki, normala yaxın həyat sürürlər. Yəni birazcık o əlillik tərəfindən çəkilib fərqli həyat kimi baxmaq bunlara və təbii olaraq biz həkimlərə, tibbi personala bunlara empatiya ilə, bu qayğı ilə yanaşmaq. Çünki bunlar biraz fərqlidir. Eynən doktor. Çox həssas uşaqlar olur. İnan ki, bir çoxu o qədər gözəl anlayırlar ki, hər şeyi. Bizim fərqli duruşumuz lazımdır. Dövlət adamları, məmurların və ümumiyyətlə cəmiyyətin biraz bu xəstəliklə baxış bucağı dəyişməlidir. Ümid edirəm ki, bu bizim bu təşəbbüslərimizdən bu olacaq. Əlbəttə, doktor, o zaman istərdim ki, bu suala da aydınlıq gətirəsiniz. Baxın, belə bir cəmiyyət qurubsuz. Mən inanıram ki, hələ də bu xəstəliyin adını bəlkə indiyə qədər eşitməmiş ailələr var. Bəlkə də ailəsində bu xəstəlikdən əziyyət çəkən uşaq var, amma belə bir xəstəliyin olduğunu valideynlər hələ də bilmir. O zaman gəlin bir yol xəritəsi kimi bunu bizə izah edərdiniz. Hansı əlamətlər varsa, ailənin ağlına kistos fibroz gələ bilər? Bu məsələ kistos fibroz, amma mən istəyərdim ki, ümumi. Kistos fibroz çox spesifik bir xəstəlikdir. Necə deyim? Yəni, bu 7000-dən biridir. Düzdür, sıx görüləndir nisbətən. 3000, 4000-də bir dünya statistikasında, amma yəni məsələn kistos fibroz danışırıqsa, uşağı öpüldüyü zaman duzlu hiss etməsi, uşağın təkrarlayan öskürəklərin olması, keçməyən, inkişafdan geri qalması, yağlı ishal dediyimiz qarın getmə əlamətinin olması, yəni uşağın çəki artıra bilməməsi, uşaqda davamlı qəbizliyin olması. Hamısı bir uşaqda olmalıdır, doktor? Yox, işte ona görə deyirəm. Əslində mən ümumi gəlin bu suala cavab verim. Məsələn, nadir xəstəliklər nə zaman düşünülə bilər? Ən basitindən başlayıram. O birisi uşaqdan, ailə əgər 2-3 uşağı varsa, hansısa bir şəkildə çox fərqli olduğu hiss etdiyi bir durum varsa. Məsələn, doktor? Məsələn, bir ailədə 3 uşaq var. 2 uşaq belə bir-birinə valideyninə oxşayır, amma məsələn, biri üst tipi olaraq tamamilə fərqlidir. Və məsələn, onlar hər şeyi nevroloji inkişaf vaxtında gedib o bir sürü, bu uşağın nəsə tərs gedir. Vaxtında oturmur, başını vaxtında tutmur, məsələn. İşte bəlli bir şeyləri vaxtında elə bilmir, göz baxışı normal deyil. Kimi
narahat edici. Yəni valideynlər əslində bunu başa düşürlər, nəsə tərs gedir işin Analar içərisinə. hiss edər. Çox hiss edirlər ki, bu fərqlidir, nəsə fərqlidir. Və burada işin içində o qədər böyük bir yelpazə girir. Məsələn, daha əvvəl səbəbi bəlli olmayan ailədə ölümlər varsa, məsələn, uşaq doğulub 3-5-10 günlükkən səbəb bəlli olmadan evdə məsələn keçinib. O birisi uşaqlar üçün bu risk faktorudur. Yəni onları mütləq həkimə aparıb göstərmək lazımdır. Yaxud doğulacaq uşaqlar üçün risk faktorudur. Yox, doğulacaq da ola bilər, amma əsas doğulmuş varsa onlar üçün. Nəyə görə deyirəm doktor, xahiş edirəm, buna da bir aydınlıq gətirin. Baxın, ilk uşaq heç bir səbəb olmadan dünyasını dəyişibsə, bu deməkdir ki, növbəti uşaqlarda da belə ola bilər, deyilmi? Onu soruşmaq istəyirəm. Risk var. Ona görə mütləq konsultasiya olmalıdır. Yəni təzə uşaq planlamadan öncə bu konsultasiya aparılmalıdır. Və mümkünsə biz nə tövsiyə edirik? İndi düzdür, bəzən bu artıq keçmiş olsun. Məsələn, o tələf olmuş uşağın əgər qan analizi alınırsa, hər hansı bir şəkildə ki, alınır çox vaxt, ona genetik analizlər var. Onlara göndərib, əgər şübhə varsa genetik bir xəstəliyin olma ehtimalını, o zaman onlara baxıla bilər, ona diaqnoz qoyula bilər. Ona diaqnoz zaten qoyulandan sonra iş asandır, gerisi çox asandır. Amma problem odur ki, bu uşaqların bir çoxu diaqnoz almadan ölürlər. Yəni dünyada hər yerdə belədir. Azərbaycan üçün də bunu deyə bilərəm. Məsələn, uşaq bir baxırsan, 3 aylıq uşaq evdə qəflətən öldü və xəstəlik keçirdi. Normalda biz hamımız xəstəlik keçiririk, düzdürmü? Yüngül keçirməsini gözləyir. Hər kəs qrip evdə, uşaq qrip oldu, amma bu qripdən sürətli bir şəkildə huşu getdi və getdi uşaq məsələn. Hə, infeksiyaya bağlı ola bilərmi? Ola bilər, bu ehtimal var, amma biz hər zaman həkimlər bu cür xəstəliklərin olma ehtimallarını düşünməli. Bu da risk faktorları. Bayaq dedim, daha öncə uşaq ölübsə, qohum evliliyi varsa, bu çox vacib bir amildir. Amma buradan da bunu demək istəyirəm, qohum evliliyi olmayanlarda da ola bilər. Yəni insanlar belə düşünürlər ki, qohum evliliyim yoxdursa, demək ki, genetik xəstəlik olur. Belə bir şey yoxdur. Amma o riski artıran bir şeydir. Məsələn, dururkən huş getməsi, yəni özünü itirməsi, belə deyək də ensefalopatiya biz buna deyirik. Yəni huşun itməsi əlamətləri bir uşaqda varsa, yəni öz-özündən gedirsə məsələ bir balaca körpələrdən danışıram. Xüsusi bir qoxu buruna gəlirsə ailənin, yəni məsələn 3 uşağı var, 2 uşağı, amma çox qəribə bir buruna qoxu gəlirsə, neonatal dövrdən danışıram, yeni olmuş dövrdə bu məsələ bizi narahat edir. Sidiyindən və ya özündən, uşağın özündən bunlar var. Dismorfik dediyimiz üz əlamətlərində və ya analiz aparıldı, məsələn beyin ultrasəs müayinəsi, qarın orada məsələn kistalar, alışıq olmadığımız fərqli şeylər, yəni açıqlaya bilmədiyimiz sadə şeylər varsa və ya bəzi analizlərdə gözləmədiyimiz nəticələrin çıxmasını və ya şəkərin durub-dururkən düşməsi balaca bir uşaqda və buna bənzər bir çox əlamət əslində şübhə yarandıra bilər. Çünki bu xəstəliklər o qədər çeşiddir ki, birində şəkər düşürsə, məsələn, o birində arta bilir. Yəni, tək bir qrup xəstəliyi deyil. Yəni, genetik deyirik, amma bu qrupun içində necə çətindir, doktor? Çox çətindir, həqiqətən çətindir. Və həkimləri də qınamıram. Bəzən valideyn deyir ki, bu necə savadsız həkimdir, neçə ildir gəzdi, tapa bilmədi, gəldi, məsələn, erkin qoxdur, həmən diaqnoz qoydu. Mən heç kimi qınamıram, çünki bu xəstəliklə diaqnoz qoymaq çətindir. Və mən çox səmimi deyirəm, bəzən mən də qoya bilmirəm, mən də çətinlik çəkirəm. Yəni, bu belə şey deyil ki, biri hər şeyi bilir, biri bilmir. Amma bütün halda bir şübhəniz olur da, doktor. Şübhə olur, açığı deyim və mənim yanaşmam nədir? Mənim həyatımın fəlsəfəsidir. Bir şeydən şübhə duyuramsa, mən artıq şübhə duymuram və sonuna qədər gedirəm. Yəni, təsdiq eləməyə çalışırsınız. Hər şeyi etməyə çalışıram. Yəni, içimdə o dillərə bir kurt girdi, yəni bir fərqli bir hiss yarandısa, burada nəsə qəribə var. Yəni, alışıq olmadığım, məsələn, bir xəstəlik var, tanıyıram o xəstəliyi, xəstə var, normalda bunun seyri var. O seyirdən kənarlar çıxmalar oldu mu xəstədə, məndə hər zaman ağlımda sual işarəti var. Nadir bir xəstəlik olma ehtimalı varmı, yoxmu? Adətən də olurmu şübhəniz? Çox vaxt çıxır, bəli, çox vaxt təsdiqlənir. Çox üzülürsünüz, doktor. Ailə gedərsə bu. Çünki bəzən valideynlər biraz, necə deyim, siz doktor bu qədər analiz istədiniz, maddi falan. Yəni, bizim ölkədə həkimlik eləmək çox çətindir, hələ özəl sektorda çox çətindir. Yəni, analiz istəyirsən, analizin qiyməti çox bahalı olur. Ailədə ağlına min cür fikirlər gəlir. Niyə istənildi, nə məqsədlə istənildi, kimi fikirlər.
Yəni keşke deyirəm, keşke bunlar hamısı pulsuz olaydı. Biz də həkimliyimizi istədiyimiz kimi görə biləydik. Amma bu model yoxdur. Yəni çünki bu analizlər həqiqətən əl çatan deyil. Yəni bu belə sadə qanun analiz falan deyil. Yəni bəzən çox böyük məbləğlər tutur bunların diaqnozunu qoymaq və ona görə də həkim çox ikiləm arasında qalır. Yəni mən analizi istəyimmi? Yəni mən həmişə belə valideyni izah edirəm. Siz 20 həkimə gedə bilərsiniz. Hər həkimə ayrı ödəniş edib, hər həkimin sadə istədiyi analizləri edib və bir çox belə mənə gələn uşaqlar bir görsəz 20 dənə dərman belə bir qutularla gəlirlər. Bax doktor, bu boydana bax 100-200 səhifəli analiz var. Yəni əslində bunları cəmləşdirsən, bu bütün lazımsız verilən dərmanları, analizləri, hamısını cəmləşdirsən, ödənişləri bəlkə o bir dənə lazımlı olan testdən qat-qat daha bahadır. Onu az-az aylar boyunca verirlər deyin, gözə görünmür. Bəli, gözə görünmür. Və ən pis tərəfi məni həkim olaraq üzən bəzi xəstəliklər heç bir müalicəsi yoxdur və sən təəssüflər olsun ki, ailəyə deyirsən ki, təəssüflər olsun, bugünkü müalicə yoxdur. Ancaq simptomatik bir şeylər edə bilərik və ailə o zaman çox çarəsiz qalır. Hansı xəstəlikdir ki, doktorum? Bir çox var. Yəni onları o deyir, mən indi deyirəm də 7000-ə yaxın xəstəliyi var. Bəli. Elələri var mutasiyalar ki, artıq genetik müalicəsi var, bahalı da olsa. Amma eləsi var ki, yoxdur. Eləsi var ki, heç araşdırılmır da. O qədər nadirdir ki, məsələn, insan sayısı. Heç bir firma buna yanaşmır. Ona görə bəzi ölkələr, məsələn Amerika, Avropa kimi bu dərmanları istehsal edən firmalara vergi güzəşti edir məsələn. Deyir ki, sən zərər edirsən oradan, mən sənə vergi güzəşti, subsidiya edirəm. Bunu istehsal et. Et bu dərmanı ki, bu uşaqlar, 7 uşaq mənim ölkəmdə olsun, o mənim övladımdır, budur və buna perspektivdən məsələn o gözlə baxır. Çünki bu vaxtla olan bir şeydir. Cəmiyyətin buna yetişməsi lazımdır. Bu insanların o peşə cəmiyyətləri ki, biz qururuq, Azərbaycan Pediatri Cəmiyyəti, bunun kimi ailələr birləşir, pasient təşkilatları qurur və bizim Azərbaycan çox gözəl artıq bu sistem işləyir. Pasient təşkilatları ittifaqı var. Hər il konfrans keçilir. Mən də orada da iştirak edirəm və çox gözəl işlər görürlər. Çünki nadir xəstəliklər birləşdimi, güc olurlar və artıq səsini duyura bilirlər ki, biz varıq, bizim uşaqlarımız var, əziyyət çəkir, bizə yardımcı olun və burada artıq şəxsi adamlar, biznes sahibləri, bəlkə dövlət, xeyrətçilər, həkimlər, tibb bacıları, tibbi person birləşib bir şeylər edirik. Doktor, indiyə qədər Azərbaycanda fəaliyyət göstərdiyiniz müddətdə o 7000 nadir xəstəlikdən təxminən neçəsinə rast gəlibsiniz? Mən çox görmüşəm. Yəni şey kimi demək istəmirəm, amma yəni sizə belə deyim, bu suala çox çətin cavab verərəm. Yəni 1000-dən çox deyə düşünürəm. 1000-dən çox doktor. Deyə düşünürəm. Fərqli xəstəlik deyirsən. 1000, bəlkə 700, 800. Ya dəqiq rəqəm deyə bilmirəm çünki o qədər çox genetik mutasiya fərqli görmüşəm ki, yəni çox görmüşəm. Amma məsələ o deyil. Bizdə bəzi xəstəliklər var, mənim şəxsən mən məsələn Türkiyədə çalışmışam və orada baxın, bizim mutasiyalarımız çox qəribə bir şəkildə çox fərqlidir. Məsələn, elə mutasiya bəzən gəlir ki, o dünyada daha öncə tanımlanmış bir mutasiya deyil və ya məndə elə bir uşaq var idi ki, burada doğulmuşdu, ona diaqnoz qoymuşduq. Cəmi bütün dünyada, bax 6 milyard insan var, 50 ailədə var bu xəstəlik məsələn və biri Azərbaycandadır, misal üçün. Və yenə də deyirəm, burada problemləri sayırıq. Bir də başqa problem nədir? Sabah bu insan böyüdüyü zaman evlənməlidir. Bəzən o xəstəlik dərmanla yaxşı halda olur. Ailələr bunun duyulmasını da istəmir. Bu da başqa bir ayrı tamam problemdir. Yəni məsələn biz deyirik ki, məsələn misal üçün də hansı bir xəstənin dərmanı təmin edəcək, müraciət etmək Səhiyyə Nazirliyə. Gəlin birləşək, məsələn məktub yazaq ya da nəsə. Bir baxırsan o 40 xəstə var, onun cəmi 3-ü bu işin içində olması. O birisi deyir, mən istəmirəm mənim qohumlarım bilsin ki, mənim uşağım xəstədir, duyulacaq falan. Belə tabular da var bu işin içində. Yəni hardan baxsan burada o qədər çox problemlər var ki, ona görə bunları çözmənin yolu çox basitdir, zordur, amma bilinən bir yoldur. Çünki artıq dünyada bunu var. Bunun üçün ciddi bir maddi vəsait lazımdır. Çox ciddi bir maddi vəsait lazımdır. Onun üçün modellər var. Xeyriyyə cəmiyyətləri var, dövlət proqramları var ki, bizim ölkədə istifadə edilməsi, fondlar var ayrı bu nadir xəstəliklərə və onlara məsələn o maddiyyatı sağlama yolları var. Məsələn, siqaretli, içkidə ona bir aktsiza zam edərək bəlli bir o faizi o uşaqların hesabına keçir, onun sayəsində sağalır. Modellər var yəni. Bir maddi tərəfi var. 2 policy, yəni politika. Politik olaraq bu bizim prioritetimiz budur və Allah'a şükür bizim ölkədə bu artıq ən prioritet mövzulardan birinə çevrildi. Mən bunu çox sevinirəm və belediyədə artıq
Bu çox önəmsənilən bir mövzudur. Bu var, politik tərəfi var. Bir də cəmiyyət ayağı var, maarifləndirmə. Yəni hər tərəfdən buna biz yanaşsaq, əslində biz bir çox uşağa yardımcı ola bilirik. Çünki o çarəsizliyi onların gözlərində bir çox insan görmür. Çünki mən praktikada onu rastlaşdırmışdım. Yəni adam qal, mən neynim doktor? Bax bu cümləni deyir və sən başa düşürsən ki, sən onun yerində olsaydın, sən də heç bir şey elə bilməzdin. Doktor, valideynlər izah edirsiniz, bəlkə də deyirsiniz ki, müalicəsi yoxdur, təəssüf ki, valideyn başa düşür. Bəs uşaqlar özləri də onun fərqində olurlarmı ki? İşte yaşdan asılıdır. Təbii olaraq bəzi yaş, elə bir yaş qrupu var ki, çox gözəl. Məsələn, 7 yaş, 8 yaş başa düşür. Təbii olaraq və bilirlər bunu. Elə yaş var ki, başa düşmürlər. Amma burada əsas məsələ nədir? Yəni bu işin içərisində, yəni mən ən nifrət etdiyim cümlə, artıq bu uşaqdan uşaq olmaz, artıq buraxın onu heç vaxt demək olmaz. Heç birimizin haqqı yoxdur. Çünki tip çox inkişaf edir. Bugün müalicəsi olmayan bir şey sabah müalicəsi olar. Müalicəsi olmazsa belə bizim görəvimiz, vicdani görəvimiz var olan həkimliyin əsas işi də budur. Məsələn, mən öz adıma bunu yəni ən azından var olan dərdlərinə birinə belə çarə ola bilsən kardır. Yəni ağrısı varsa ağrını gidərə bilirik. Özünü yaxşı hiss edə bilir, mühit yarada bilirsə onu edə bilərik. Və ya başqa bir dərdinə çarə ola bilər. İlla ki sağaldacam deyə bir qayda yoxdur. Çünki həqiqətən yoxdur bir çoxun çarəsi. Amma o uşağın mühitinin daha yaxşı olması üçün, o uşağın ailə içi psixoloji problemi yaşamaması üçün, o uşağın daha belə deyək də konforlu bir həyat yaşamasını ən azından biz təmin edə bilərik. Onun üçün simptomatik müalicələr var. Məsələn, onu eləmək olar. Məsələn, uşaq, misal üçün elə xəstəliklər var ki, əyrilik olur, sümük əyriləri olur. Əməliyyatla bunu düzəltmək olar. Dış görünümünü, məsələn, burun əməliyyatına, qulağını, plastik cərrahiyyə var. Yəni, işin içində yardımcı ola biləcəm illaki bir şey var. Yəni, mən ən sevmədiyim şey, bizim təəssüflər olsun, bəzən eşidirik həkimlərdən, bu uşaqdan uşaq olmaz. Yəni, bu kimin haddına bunu demək? Fakt odur, uşaqdır. Bu yaşayan bir candır və doğulmuş dünyaya gəlmiş bir candır və bəlkə də ailə üçün bir tragediyadır, tragediyadır. Yəni, bütün ömür billah onunla yaşamaq. Yəni, biz bəzən düşünürük ki, məsələn, kimsə xəstə olanda, uşaq olanda bir həftə ona baxırıq, 10 gün adam yorulur da. Bir də düşünün ki, bir ana, ata ya da bacı, qardaş 20 il, 50 il bir olan insana baxır. Yəni, onun çəkdiyi izdirab, əziyyət, özünü ayıra bilmədiyi vaxt, ölkənin potensialı baxımından, yəni o insan özünü şey elə bilmir. Və burada da çox vacib məqamımız, bizim ölkə topuq testi aparılır. Bu çox önəmli testdir. Mən bəzən hətta həkimlərdən belə eşidirəm ki, lazım deyil də, bizim genetik hər şey yaxşıdır, lazım. Elə deyil. Topuq testi mahiyyəti tamamilə sağlam olan insanlara əslində baxmaqdır. Topuq testi bir skrining testidir. Skrining testi mahiyyəti diaqnoz qoymaq deyil, şübhəli qrupu tapmaqdır. Çünki əgər mən bilsəm ki, misal üçün bir valideyn əvvəlki uşaq bu xəstə, mən artıq o genetik testi edəcəm. Topuq testi o xəstəlik baxımından eləməyin mənası yoxdur. Düzdür, o xəstəlikdən yenə də lazımdır. Çox xəstə. Amma o xəstə artıq, yəni ona görə bəzən həkimlərdən bunu eşitince şok oluram ki, məsələn, mən öz uşağımı eləmədim, nəvəmə də eləmək istəmirəm o testi və ya caydırırlar ailələri. Yəni, mən ən qorxduğum şeylərdən bir şey, bilməmək ayıb deyil, amma bilmədiyin, öyrənməmək və ən vacib də həkimsən, sənin sözünə qulaq asılır. Yəni, cəmiyyət sizə qulaq asır, yəni yanlış yönləndirməməliyik. Yəni, məsələn, bilmədiyiniz bir xəstəlik olanda, mən heç vaxt utanmıram, xəstə gəlir, diaqnozla gəlir, Türkiyədə diaqnoz qoyulub ya da burada. Mən çox rahatlıqla deyirəm, mən bu xəstəlik haqqında heç bir şey bilmirəm, tamamilə sıfır, heç bir məlumatım yoxdur. İcazə verin mənə, mən sizin xəstəliyi araşdırım. Olarmı sabah gələsiniz, birisi gün gələsiniz ya da 10 gün sonra. Mən araşdırım, hətta araşdırmada qalmayım, xaricdəki tanıdığım bu işin onları da soruşum. Ondan sonra oturaq danışaq sizinlə. Yəni, bizdə belə bir bəzən şey olur ki, həkim hər şeyi bilməlidir. Xeyr, əgər bir həkim sizə, mən bilirəm, hər şeyi bilirəm, sizə garantiya verirəm deyirsə, məncə o insandan uzaq durmaq lazımdır. Doktor, son salonda söhbətimizi yekunlaşdırmaq istəyirəm. Qeyd etdiyiniz kimi, söhbətin əvvəlində uşağın sadəcə burnu axır, askırır, öskürür, nə bilim, bir yüngül xəstəliyi var. O uşaqların həkim olmaq çox asandır. Çox asan deyil, amma daha asandır. Daha asandır. Amma biri də var ki, nadir xəstəlikdən əziyyət çəkən uşaqların həkim olmaq, düşünürəm ki, qat-qat hər cəhətdən çətindir. Bayaqdan o qədər səbəblər sadalayırsınız ki, bir də uşaq 7-8 yaşı var, başa düşür, eldirində desə qanır. O uşaq bir şəkildə öyrənsə də ki, bunun xəstəliyin müalicəsi yoxdur. Bəlkə də özü də, nə bilim, 9-10 yaşı olsa araşdırar ki, nə qədər... Tərsinə var və bahalıdır, amma o maddiyyat yoxdur, onu da öyrənirlər. Yaxud valideyn bilir ki, bu uşağı bir neçə il sonra itirə də bilər, uşağı hər gün gözünün önündə az-az
dünyasını dəyişir. Yəni demək istəmirəm o sözü. Bunların bu qədər yükünün altında qalmaq necə bacarırsınız? Yəni və illərlə buna davam edirsiniz və kifayət qədər də duyğusal, emosional bir adamsınız. Bəli, mən çox emosional bir insanam. Bu yükü bacarırsınız qaldırmağa? Amma mən bu işi bilirsiniz Könül xanım, mən indi sadalasam belə də bu işin bir tərəfidir də. Mənim eyni zamanda paralel apardığım dərs deyirəm, bir çox sürəc var da. Mən bunu necə özüm üçün açıqlayıram, bunu necə baş etmək olar, öhdəsindən gəlmək olar. Mən uşaqda 3 yaşımdan mənim valideynimin dediyini, yəni indi hatırlamıram, amma mən həkim olmaq istəmişəm. Mən heç vaxt başqa bölüm düşünüb də həkimliyə sonra qərar vermiş insan deyiləm və bir gün belə həkimlikdən peşman olmamışam. Yəni mən bu məsləyi sevərək gəlmişəm. Və bu məsləkdə ən vacib məsələ nədir desəniz, professionallıq mənim baxışımdan. Hər şey okey, amma professional olmalısan və professionallıq nəyə gərəkdirir? Empatiya qurmalısan, amma sən duyğusal oturub o insanla bərabər ağladığın zaman, o emosional statusun içinə girdiyin zaman sən ona yardımcı ola bilmirsən. Sən öz peşəkarlıqdan keçirsən və mən özümü tərbiyə edərək zamanla böyük hocalarımızdan da misal alaraq travmalar yaşayaraq, çox ciddi travmalar yaşayaraq, bəlli bir keyslər üzərində, yəni yaşadığım itkilər olub, məsələn, belə bu cür və ya başqa xəstələr, mən anladım ki, həkim olaraq ən vacib mesaj budur. Biz Allah deyilik, biz hər şeyi bacarmırıq. Sənin edə biləcəyin sınırlı bir şey var. Və sən bunun tam inancında olduğun zaman düşünməlisən ki, sən bir həkim olaraq əlindən gələni hər şey etməlisən. Gerisi sənlik deyil. Və mən bunu bilərək o bilincində o ailələrlə danışıram. Düzdür, üzüldüyümüz çox hal olur, amma o üzülməyimiz onu bir adım qabağa aparırsa üzülməli və etməli. Deyilsə, yox. Çünki biz həkimi, bizim ilkin görəvimiz birincisi zərər verməmək bu xəstəyə, ikincisi də mümkünsə müalicə etmək. Hər zaman mümkün olmur bu. Hələ bu nadir xəstəliklər. Ən azından psixologiyalarını rahatlamaq, tək olmadığını hiss etdirmək belə o ailə üçün bəlkə belə deyək də intihar eşiyində gedən bir insan üçün, bir valideyn üçün məsələn bu belə bir ümid işığı ola bilər və mən həmişə deyirəm ki, bizim həkimlərimizin ən önəmli şeylərdən biri insanlara çarəsizlik yox, ümid olmaqdır. Yəni çarəsiz, neqativ danışmaq çox asandır, amma işin içində müsbət pəncərəni də göstərmək və buna inanmaq, özün də inanırsan, qarşıya da inanırsan, o zaman nəticələr daha yaxşı olur. Hər kəsi qurtara bilmirik, təəssüflər olsun ki, amma ən azından yaşayanın daha konforlu, daha etik, daha uşağa rəva gördüyümüz bir həyatı yaşamasına vəsilə oluruq və ona görə də mənim otağımda indi bir rəsm asılıb, indi gələnlər hamısı soruşur. Mən illər əvvəl Türkiyədə onkoloji bölümün içində staj köçərkən, məsələn, normalda insan depressiv bir onkoloji xəstələrdir, üzülürsən, amma mən orada çox vaxt keçirdim, sevirdim. Gedirdim axşam, hələ bir işim bitsə də saatlarca şahmat, başqa oyunlar oynayırdım və heç unutmuram orada o dediyim o şəkili indi sizə deyəcəm. Bir uşaq vardı, ona heç 1% yaşama ümidi vermirdilər. Çox ağır bir xərçəng idi, kimyoterapiya alırdı, reaziterapiya alırdı. Mən o uşağın demək olar ki, bir ay boyunca hər gün, hər axşam gəlirdim, işimi buraxıb oynan şahmat oynayırdıq, oyunlar oynayırdıq və mən gedərkən bir rəsm çizmişdi o uşaq. Mənim otağımda elə də asılıdır, mənim çox duyğulandığım bir rəsmdir. Bir tərəfdə serum, yəni maye, dərman gedir içindən, amma o deyir, mənə gedən o şlanqın içində bir də başqa bir şlanq qoşulur. O da həkimi məni çizib, uşaq kimi və ürəkdən gələn belə. Yəni deyir, həkim sadəcə dərmanla sağalmır, ürəklə də sağalır. Məsələn, o uşaq indi yaşayır, yaşadı. Sorbonne dediyimiz, bəlkə bilirsiniz, Fransanın ən böyük o universitetini bitirdi. Və gənc, çox yakışıqlı bir adamdır. Amma hani çox şans verilmirdi. Və mən bəzən düşünürəm ki, yəni məncə insanın psixologiyası bu cür şeylərdə ən vacib amildir. Yəni bəzən insan bədəni güclü olur, psixologiya zəif olur və itirilə bilir bəzən. Amma və tərsini çox görmüşəm. Ona görə mən çalışıram hər zaman pozitiv, zarafatlaşaraq, bəlkə o insanı necə deyim, biraz ruhlandıraraq nəsə edə bilirsə edək və mən buna inanıram. Praktikada göstərir ki, çox yaxşı nəticələr əldə edirik. Ona görə çətin olsa da mən heç vaxt narazı deyildim və dediyim kimi bunun üçün əlimdən gələni etməyə çalışıram. Möhtəşəmsiz doktor. Və bir məsələni qeyd etdiniz ki, deyirlər ki, bu uşaqdan uşaq olmayacaq. Bəzən qohum-əqraba, hətta o uşağın nənəsi, babası da deyir ki, sənə bu qızdan qız olmayacaq, bəlkə ikinci uşağı dünyaya gətirəsən, yaxud sənə bu oğuldan oğul olmayacaq. O qədər sıx qarşılaşmışam ki, bununla. Bəli,
yəni cəmiyyət olaraq da dəstək olaq, qonşu olaraq dəstək olaq, əmi olaraq, bibi olaraq, dayı olaraq, nənə olaraq, baba olaraq o valideynləri tək buraxmayaq. Fərqindəlik yaradaq. Bəzən bu cür xəstəliklərlə analar tək qalırlar. Hətta buna görə həyat yoldaşından ayrılan kişilər də var, uşağını evdə qoyub çıxıb gedən kişilər də var. Uşağı tək qoymayaq, bütün halda xəstə də olsa bir canlı. Təbii olaraq, təbii olaraq. Gəldiyinizə görə təşəkkür edirəm doktor, çox sağ olun. Əziz tamaşaçılar, bizim qonağımız uzman pediatr Erkin Rəhimov idi. Sizinlə isə sağollaşırıq, yenidən görüşünüzə gəlmək ümidi ilə sağ olun, sağlıqla qalın.